Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyidi tapılıb. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhrəmovun meyidi yaşadığı evin həyətində aşkarlanıb. Onun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hacıqabulda qətl törədilib. Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub. Baş vermiş faktla bağlı araşdırma işlərinə başlanılıb. Tərtərdə iki qadının ölümü ilə nəticələnən dəhşətli qəza baş verib. Məlumata görə hadisə rayonun Hüsənli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili yolu piyada keçən iki qadını vurub. Nəticədə hər iki qadın hadisə yerindəcə ölüb. Ölən qadınlar Cəmilə Zeynalova və Mahirə Qədimovadır. Faktla bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Faciədə həyatını itirən 2009-cu il təvəllüdlü Elvin Məmmədovun ötən gün doğum günü imiş. Hadisə zamanı həlak olan VAZ-ın sürücüsü Əlizamin Aslanov və onun avtomobilində olan qonşuları İlahə Məmmədova və oğlu Elvin Məmmədov Mahmudlu kənd qəbirstanlığında torpağa tapşırılıb. Sürücünün həyat yoldaşı 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva və övladı 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva isə Dəllərcəyir kəndində dəfn olunublar. Allah rəhmət eləsin. Qusarda piyadanın ölümü ilə nəticələnən qəza olub. Rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi Ford Transit markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samətoğlunu vurub. Nəticədə az yaşlı aldığı xəsarətlərdən ölüb. Bildirilib ki, dünən Əliyev anası ilə Bakıdan Qusara qonaq gediblər. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciə və hadisə yaşanıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 5 gün əvvəl yol qəzasında ağır xəsarət almış yeniyetmə xəstəxanada vəfat edib. Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvanoğlu Ramazanov həkimlərin bütün səylərinə baxmayaraq ötən gün günorta saatlarında dünyasını dəyişib. Allah rəhmət eləsin.